Salam, bugün sizinlə 4-cü bölmə tənəffüs sisteminin ümumiləşdirici tapşırıqlarına baxacağıq. Gəlin başlayaq. Suda və rütubətli yerlərdə yaşayan canlıların əksəriyyətində tənəffüs orqanları bədən səthinə yaxın və ya bədənin xaricində yerləşir. Quruda yaşayan canlılarda isə tənəffüs orqanı orqanizmin daxilində yerləşir. Sual olunur, quruda yaşayan canlılarda olan bu uyğunlaşmanı necə izah edə bilərsiniz? Biz deyirdik ki, tənəffüs orqanları nəmli olmalıdır tənəffüs prosesinin daha səmərəli getməsi üçün. Quruda yaşayan canlılarda həmin bu uyğunlaşmanın ilkin səbəbi olaraq deyə bilərik ki, artıq su itkisinin qarşısını almaq üçün tənəffüs orqanları daxildə yerləşir. Həmçinin gələ biləcək mexaniki təsirlərdən, mikroorqanizmlərin təsirindən qorunmaq üçün tənəffüs orqanları daxildə yerləşmişdir və hava aparıcı yollar vasitəsilə tənəffüsün effektiv və səmərəli qorunmuşdur. Daha sonra B hissəsində deyir, tənəffüs orqanları bədən səthində olan canlıların bu quruluşunu yaşadıkları mühitlə necə əlaqələndirə bilərsiniz? Əgər tənəffüs orqanları bədən səthindədirsə, deməli bu canlılar ya suda yaşayır, ya da ki, nəm bir yerdə, nəm torpaqda və ya nəm mühitdə yaşayırlar. Və bu canlılar əsasən kiçik və ya dar bədənli olurlar. Dəriləri nazik olmalıdır ki, oksigen diffuziya yolu ilə qəbul edilsin. Bədənləri nisbətən böyük olan canlılar, məsəl üçün qurbağalarda əlavə bir tənəffüs orqanları ağciyərlərdə var. Həm dəri ilə tənəffüs edirlər, həm ağciyərlərlə tənəffüs edirlər. İkincisi, oksigen qazının toxuma və hüceyrələrə çatdırma mexanizminə görə traxeya tənəffüsü ilə dəri tənəffüsünü bir-birindən necə fərqləndirirsiniz? Çərtkə və soğulcan nümunəsində. Baxın, çərtkədə traxeollara qədər şaxələnir ki, bunlar da birbaşa hüceyrəyə oksigen qazını çatdırır. Və biz demişdik ki, həşəratlarda qanın görə biləcəyi bütün funksiyaları yerinə yetirir, qazlar mübadiləsindən başqa. Qazlar mübadiləsi traxeyalar vasitəsilə həyata keçirilir. Amma dəri vasitəsilə tənəffüs edən soğulcanda qan oksigen qazının daşınmasında iştirak edir. Bunun deməli, dərisi nazikdir, dəri nəm olmalıdır, hansı ki, çərtkədən fərqli olaraq. Dərisi daim soğulcan nəm olmalıdır. Oksigen diffuziya vasitəsilə bilavasitə qan kapilyalarına keçir, oradan da qan vasitəsilə orqanlara çatdırılır. Həmçində bir fərq də deyə bilərik ki, traxeyalara tənəffüs edən canlılar soğulcana nisbətən daha aktiv həyat tərzi keçirir. Bunların bir tənəffüs sistemi vardır, daha aktiv hərəkət edirlər. Soğulcan isə nisbətən daha pasiv hərəkət edir. Tənəffüsü də dəri vasitəsilə olur. Üçüncü sual. Qurbağada nəfəs alma zamanı hava əvvəlcə ağız boşluğuna daxil olur. Bu zaman burada qığırdaq yox, qırtlaq bağı olur yazmalıydı. Sonra ağız boşluğundakı hava kisə şəkilli ağciyərlərə qovulur. Ağız boşluğundakı havanın ağciyərlərə qovulması zamanı burun boşluğunun çıxmasının qarşısını necə alınır? Fikrinizi əsaslandırın. Baxın, proses necə baş verir? İlkin olaraq burun boşluğundan hava daxil olur ağza. Hava burada toplanır, qırtlaq bağlıdır. Toplandıqdan sonra müsbət təzyiq ilə ötürülür kisə şəkilli ağciyərlərə. Müsbət təzyiq nə deməkdir? Yəni, xaricdəki atmosfer təzyiqindən yuxarı təzyiq. Hansı ki, insanda biz mənfi təzyiq deyirik nəfəs alma zamanı, çünki atmosfer təzyiqindən aşağı təzyiq olur. Ötürüldü ağciyərlərə. Burada avayana olan cavab qırtlaq bağlı olur deməlisiniz. Qırtlaq bağlı olur demək, qırtlaq qapalıdır, tamamilə keçidi bağlıdır demək deyil. Qırtlağın bağlı olması həmin hava axınını tənzimləyir ki, ağciyərləri ötürülsün hava, burun boşluğundan xaricə çıxmasın. Daha sonra ağciyərlərdə toplanan karbon qazı hansı orqanlardan keçərək bədəndən kənarlaşdırır? Ağciyərlərdə toplanan karbon qazı ötürülür bronxlara, bronxlar qırtlağa, qırtlaqdan ağız boşluğuna, burun boşluğu daha sonra isə burun dəlikləri vasitəsilə xaricə çıxır. İnsanda traxeyaların divarlarının quruluşunun təhlili zamanı kirpikli epitel və vəzli epitel hüceyrələri müşahidə edirik. Onların orqanizm üçün əhəmiyyəti nədir? Kirpikli epitellər ritmik hərəkət edərək selik vasitəsilə tutulmuş mikroorqanizmlərdə, toz hissəciklərdə bunları udlağa yönləndirir. Həmin bu vəzli hüceyrələr isə seli ifraz edir ki, bayaq da dedik, bu selik vasitəsilə tutulur həmin hissəciklər. Üstəgəl də tənəffüs yolunu, yəni hava aparıcı yolları nəm saxlayır həmin selik. Udlağa yönləndirilən bu seliyin içərisində həbs olmuş hissəciklər udlaqdan ya udulur, ya da ki xaricə atılır.
Bu hüceyrələrin inkişafdan qalması və ya zədələnməsi hansı fəsadla nəticələnə bilər? Sözsüz ki, orqanizmdə inkişafdan qalan və ya olmayan və yaxud da ki, hər hansı bir çatışmamazlıq fəsadlara gətirib çıxarır. Bunun da olmaması xəstəlik yarana bilər. Elə hava aparıcı yollarda da xəstəlik yarana bilər, o daxil olmuş mikroorqanizmlər xəstəlik yarada bilər və yaxud da ki, o mikroorqanizmlər toz hissəcikləri gedər ağciyərə çatar, orada xəstəlik yarada bilər. Əgər olmasa bu selik, orada bir quruluq yarana bilər, nəm olmaya bilər. Bu kimi fəsadlara gətirib çıxaracaq. 5-ci, verilmiş qrafiki təhlil edin. Baxın, şəkildə siz spiroqramı görürsünüz. Spiroqram nədir? Biz spirometrlə ağciyərlərin hava tutumunu öyrənirik. Həmin o kağızda da çıxan nəticə spiroqram adlanır. Bu görünən hissə. Spiroqramı təhlil edən zaman biz bu şəkildə eynən tezlikdə davam edən hissə tənəffüs havası adlanır. Deyirdik ki, insan sakit halda nəfəs aldığı və ya verdiyi hava tənəffüs havası adlanır. Burada da görürük ki, tənəffüs havası 2500-3000 arasında dəyişir. Yəni, tənəffüs havasının qiyməti 500 santimetr kubudur. Daha sonra verilmiş qrafikəsinin ağciyərin tənəffüs potensialını hesablayın. Tənəffüs potensialını hesablamaq üçün bizə tənəffüs havası və əlavə hava lazımdır. Əlavə havada görürsünüz ki, bu hissəni göstərir. Əlavə havamızın qiyməti 5700-dən 3000-i çıxırıq. Əlavə havamız 2700-dür. Tənəffüs potensialını da hesablamaq üçün 2700-ün üzərinə 500 gəlirik. Yəni, əlavə havadan tənəffüs havasını toplayırıq. Bu da bizə verir 3200. Verilmiş qrafik əsasının ağciyərin hava tutumunu hesablayın. Ağciyərin hava tutumu tənəffüs havası, əlavə hava, ehtiyat havanın cəmi deməkdir. Baxın, ehtiyat hava bu hissədir. 2500-dən 1200 çıxırıq, bizə ehtiyat havanı verir, yəni 1300 santimetr kubu. Ağciyərin hava tutumu dedikdə biz tənəffüs potensialının üzərinə ehtiyat havanı gələ bilərik və yaxud da ki, tənəffüs havası üstə gəl, əlavə hava üstə gəl, ehtiyat havanı toplayarıq. Tənəffüs potensialı 3200-dür. Üzərinə ehtiyat havanı 1300-ü gəldikdə edir 4500. Verilmiş qrafik əsasən ağciyərlərin ümumi tutumunu hesablayın. Ümumi tutum dedikdə ağciyərlərin hava tutumunun üstünə qalıq havanı gəlir. Baxın, qalıq havada bu hissədə verilib. Qiyməti 1200 santimetr kubudur. Bu zaman biz hava tutumu 4500 idi. 4500-ün üzərinə də 1200-ü gəldikdə 5700 santimetr kubu. Bu qədər. Sağ olun.